Dostlar salam. Deməli mən sizinlə danışmaq istəyirəm bu günləri ən aktual mövzudur. İnanın, çay sodası barədə. Çünki çay sodası barədə fikir ayrılığı yaranır, çoxlu fikir ayrılığı. Kimsə deyir için, kimsə deyir içməyin. Amma mən deyirəm çay sodasını qəbul etməyə, içməyə ehtiyac yoxdur və onu da indi sübut edəcəm. Çay sodasını bəzi insanlar niyə görə içir? Reflux zamanı izjoq olur, yanğı hissi, reflux və götürür çay sodasını qarışdırır və içir. Onda gəlin araşdıraq. Çay sodası nədir? Natrium hidrokarbonat. Düsturu natri HCO3. Mədədə bizdə nə var? Xlor turşusu, H-xlor. Natrium hidrokarbonatla H-xlor reaksiyaya girəndə nə olur? Natri xlor, həmin o kuxnada olan, mətbəxdə olan duzumuz, H2O və karbon qazı. Həmin o, üzr istəyirəm, gəyiririk. Çay soda içindən sonra gəyirmə olur, karbon qazı gəyiririk. Bu həmin o karbon qazıdır. Düzdür, izjoqa keçdi, reflux keçdi, yanğı hissi keçdi. Amma həmin o karbon qazı ki var, mədəyə dolur, mədə onu hücum kimi qəbul edir. Elə başa düşür ki, mədəyə hücum var və mədə başlayır daha da güclü, daha da çoxlu H-xlor turşusu ifraz eləməyə. Bir müddət keçəndən sonra sizin o yanğı hissiniz, izjoqa əvvəlkindən də güclü olacaq. Buna rikoşet sindromu deyirlər. Rikoşet sindrom, dəyib qayıtmaq yəni. Ona görə çay sodasını içməyə mən məsləhət görmürəm. Bəziləri deyir ki, çay sodasının bir hissəsi qana sorulacaq və qanın mühiti güya turş mühitdən biraz qələvi mühitinə dəyişəcək. Siz bəyəm qanın pH-ını yoxlatdırmısınız, sizdə pH turşuluğa tərəf yönəlib və yaxud da ikinci sual verim, o sorulan həmin o çay sodası, hansı ki biraz qalacağı reaksiyaya girməmiş, o bəyəm qanın mühitini dəyişəcək alkaloza tərəf, yəni qələviyə tərəf. Xeyr, elə şey olmayacaq. İnanmırsınız, qanın mühitini yoxlatdırın, pH-ı yoxlatdırın, qan qazlarını yoxlatdırın və çay sodası için gedin yenə yoxlatdırın. Bəziləri səhv salır, damara vurulan çay sodasının sistem kimi. O ayrı sodadır, içdiyiniz soda ayrı sodadır mətbəxdə olan. O sodanı təbii ki, stasionar şəraitində, reanimasiya, şöbə şəraitində vurulur və onun öz göstərişləri var. Yenə də təkrar edirəm, çay sodasını içməyə məsləhət deyil. Ortalığa suallar çıxacaq. Bəs kosmonavtikanın həkimi Neumovakin deyirdi, axı çay sodası belə müsbət təsirlər göstərir. Onu da sizə izah edeyim. Təbii ki, Neumovakinin gördüyü əməyə mənim böyük hörmətim var. Amma Neumovakin çay sodası ilə məşğul olmağa pensiya çıxdıqdan sonra başladı və Neumovakinin çay sodası barədə gördüyü işlərin heç biri elmi təsdiq tapmayıb bu günə kimi. İkinci bir sual. Fizikanın dahisi var idi, Albert Einstein. Həmin Albert Einstein fizikada 5 dənə səhvi olub. Tibbdə demirəm, fizikada. Tibbdə onun adəti yoxdur. Yəni, misal gətirirəm. Albert Einstein fizikada 5 dənə səhv eləyə bilir. Neumovakin soda barədə səhv eləyə bilməz. İnternetdə şükür Allaha bu dəqiqə internet inkişaf eləyib. Google var. Google'da vurun ki, tibb üzrə Nobel mükafatçıların, professorların səhvləri çıxacaq siyahı. Nə qədər Nobel almış tibb işçiləri, alimlərin səhvləri çıxacaq. Bu demək deyil ki, onlar savadsız olub. Hər bir insan səhv eləyə bilər. Təbii ki, 20-ci ildə olan tibb, belə deyək, araşdırmaları, tibb elmi indiki ilə təbii ki, fərqlidir. İndi daha inkişaf eləyib. Və indi yanaşma başqadır. Bir sual da verim. Çay sodasını niyə içmək istəyirsiniz onda? Çay sodasından başqa mədə bağırsağa, qaraciyərə, qanın pH-ına təsir edən çoxlu digər təbii vasitələr var. Məhz mütləq çay sodası içilsin. Ona görə yenə mən ümid edirəm ki, bu 5-6 dəqiqə ərzində qısa da olsa bir izah eləyə bildim, niyə çay sodasını içməyə məsləhət görmürəm. Bəziləri yazacaq ki, mən neçə ildir içirəm, yaxşıyam. Siz neçə ildir yaxşısınız?
Amma yüzlərlə insan içib sonra fəsadlar görüb. Yüzlərlə insan. O fəsadları da biz görürük, çünki həmin pasiyentlər bizim yanımıza gəlir. İnsan tanıyıram ki, deyir ki, mən 20 ildir spirtli içki içirəm, heç aram ağrımır, əladır. Onda gəlin məsləhət görək ki, hamı hər gün spirtli içki içsin. Təbii ki, elə deyil. Mənim dediyim sözlər hamısı nəyəsə əsaslanıb, öz biliyimə və yaxud da hansısa elmi araşdırmalara əsaslanaraq bu sözləri deyirəm. Təbii ki, qərar sizindir. Mən yalnız məsləhət verirəm. Tək sağlam olun, tək yaxşı olun. Sağ olun.